Hello everyone, herkese salam. Bugün sizinle Happy Cambridge 4. sınıf İngilis dili dərslik kitabında səhifə 12 və 13-ə baxacağıq. Yadınızdadırsa keçən dəfə 10 və 11-ə baxmışdıq. İndi isə 12 və 13-ə baxacağıq. Baxaq. Listen to Dərs 2. Who are they people in their photos? Şəkildəkilər kimlərdir? Read and listen. Oxuyun və dinləyin. Nice photos, Lisa. Who are they? Gözəl şəkillərdir, Lisa. Şəkildəkilər kimlərdir? They're my parents and my grandparents. Onlar mənim valideynlərim və mənim böyük valideynlərimdir. Və nənəm və babam deməkdir. Who is she? Who is she? She's funny. O kimdir? O gülməlidir. He's my uncle. She's my aunt. I am her favorite niece. O mənim əmimdir. O mənim xalamdır. Mən onun sevimli qardaşı qızıyam. Keçirik bura. Birinci, dördüncü tapşırıq oxuyaq görək nə deyil. Listen again to Shutterbox. Rəsm çəkən həvəskarların qrupunu yenidən dinləyin. They're my cousins. He's my mom favorite nephew. Bunlar mənim dayı uşaqlarımdır. Bunlar mənim anamın sevimli qardaşı oğludur. Baxaq nə deyir? Look at his ears. Onun qulaqlarına bax. Oxuyuruq. And he's my silly friend Tom. Və mənim səfik axmaq dostum Tomdur. Your favorite silly friend, sənin axmaq dostun Tom. Keçirik dostlar üçüncü tapşırığımıza. Listen and spell in the words. Dinləyin və sözləri tələffüz edin. Burada dostlar grandparents olacaqdır. Burada da aunt və uncle olacaqdır. Aunt xala və əmi. Burada bir dəqiqə niece sözü olacaqdır. Bura keçirik. Burada parent sözü olacaqdır və bu dördüncü şəkildə isə burada bir dəqiqə cousin sözü olacaqdır. Burada nephew sözü olacaqdır. Dostlar biz əslində belə getməli idik. Amma yanlışlıqla belə getdik alt-alta. Amma nəsə problem yoxdur. 5-ci tapşırığa baxırıq. Grammar check-ə. Read and say the answer. Baxaq nə deyir? Oxuyun və tələffüz edin və cavablandırın. Who is she? Who are they? Who is he? Who is she? Dostlar indi mən lüğət yazmışam. Və she, it, he-nin nə demək olduğunu deyəcəyik. She, o qadın cinsi deməkdir. He, o kişi cinsi deməkdir. It isə o orta cinsi. İndi deyirik. Who is she? O kimdir? She dediyi üçün burada she-yə birləşdirəcəyik. She's my sister. Who are they? Onlar kimlərdir? They're my parents. Who is he? Who is he? Onlar kimlərdir? He's my brother. O mənim qardaşımdır. Listen and cheer. Listen and cheer. Burada demək istəyir ki, yəni dinləyin. Bunu öz mənbələrinizlə həll edə bilərsiniz. Yəni dinləyə bilərsiniz. Amma o gərəksiz bir şeydir. Amma yenə də siz Who is he? He's my uncle. Who is she? She's my aunt. Who are they? They're my cousins. İndi keçirik lüğətə. Dəqiqə. Hər kəsə salam. İndi mən sizə dərsdə səhifə 12-13-ün yeni sözlərini başa salacağam. Birinci sözümüz niece sözüdür. Niece sözü niece oxunur və tərcüməsi bacı qızı, qardaş qızı deməkdir. İkinci sözümüz foto sözüdür. Foto sözü belə tələffüz olunur və tərcüməsi şəkil deməkdir. 3 who sözüdür. Who burada kim tələffüz olunur və kim deməkdir. 4 they
onlar deməkdir. 5. 5-ci sözümüz parent sözüdür. Parent sözü belə oxunur və mənası valideynlər deməkdir. 6-cı sözümüz grandparents'dir. Bu belə oxunur və tərcüməsi böyük valideynlər, yəni baba və nənə deməkdir. 7-ci sözümüz he, she'dir. Yəni bunlar o deməkdir. Qadın cinsi və kişi cinsinə aiddir. 8-ci sözümüz itdir. Bu və o deməkdir. Orta cinsə aiddir. 9-cu sözümüz funny sözüdür. Funny sözü əyləncəli deməkdir. Əyləncəli, şad. 10-cu sözümüz aunt sözüdür. Aunt sözü xala və bebi mənasını verir. 11-ci sözümüz uncle sözüdür. Uncle sözü əmi və dayı mənasını verir. 12-ci sözümüz favorite sözüdür. Favorite sözü sevimli deməkdir. Məsələn, favorite fruit, favorite book və s. 13-cü sözümüz cousin sözüdür. Cousin sözü əmioğlu, əmiqız deməkdir. Yəni belə baxsaq, kuzen deməkdir. 14-cü sözümüz nephew'dur. Nephew sözü bacıoğludur deməkdir. Bacıoğlu, qardaşoğlu. 15-ci sözümüz silly'dir. Silly sözü axmaq deməkdir. 16-cı sözümüz ear sözüdür və qulaq deməkdir. 17-ci sözümüz friend, yəni dost deməkdir. 18-ci sözümüz sizə sona çatdıq, look deməkdir. Look baxmaq deməkdir. Salam dostlar. Belə dostlar, sağ olun. Sağ olun. Bizi izlədiyiniz üçün çox sağ olun. Mən Məmmədova Zəhra və lüğəti danışan Məmmədova Aynur idi. Bəli, mən isə Məmmədova Aynur lüğəti danışdım. Zəhra dərsliyi danışdım, mən isə lüğəti. Növbəti video üçün izləmədə qalın. Yəni biz indi 13 və 14-ü işləyib atırıq YouTube-a. Kanalımıza like atıb abunə olmağı unutmayın. Matikuti.